Salam, bugün sizə bu labın necə həll oluna biləcəyini göstərəcəm. Labın description'ında dediyinə görə biz burada Carlos user'ın API-ni tapmalıyıq və onun API-yə bu hissədən submit etməliyik. Gördüyünüz kimi. İlk öncə labı Portsfigure-da açaq. Və açdıqdan sonra bizə verilən user məlumatlarını çək. Və gördüyünüz kimi belə bir hissədəyik. Gördüyünüz kimi burada bizə user'ımızın ID-si verilib. Yəni keçmiş lablardan xatırladığınıza əsasən keçmiş lablarda nə edirdik? Bunu Carlos edirdik və Carlos user'ın API-nə ələ keçirə bilirdik. Amma bu labda gördüyünüz kimi bizi login page-inə atır. Yəni bu yol işləmir. Biz lazım olan requestləri aldıq indi. İndi bu requestləri Portsfigure-ın üzərində araşdıracaq. Deməli, login olduğumuz hissəyə gələk. Aha. Burada belə bir get metodu var. Bu get metodu bizə öz web səhifəmizdə olan API verir. Bəlkə də bunu manipulə eləyə bilərik. Bunu repeater atırıq və burada Carlos'u yoxlayırıq. Gördüyünüz kimi biz Carlos'un API-ni buradan tapdıq. Və fikir versəz biz Carlos'un user ID API-nə buradan user ID vasitəsilə ələ keçirməyə çalışanda alınmadı. Amma Portsfigure-dan repeater vasitəsilə bunu eləyə bildik. İndi buradan API-yə götürmək lazımdır. Deməli. Aha, API-miz isə buradadır. API-yi kopyalayaq və bunu solution hissəsinə ataq. Və bu qədər.